Biz dünən sizinlə söhbət edəndə belə bir qərara gəldik ki, ilkinmanafov.com bloqu daha çox video kontent istiqamətində yönələcək. Və bu günlərim mən kompüteri açıb yazı yazmaq istəyirdim. Birdən yadıma düşdü ki, axı mən video kontentimi çoxaltmalıyam. O nöqteyi nəzərindən istəyirəm ki, sizinlə 3-5 dəqiqə ağlımda məni məşğul edən, bu haqda daim düşündüyüm bir məsələ barədə söhbət edəyəm. Deməli, istər biznes, istər ailədə uşaq yetişdirildiyi zaman belə bir fikir formalaşır ki, məsələn, kiminsə biznesdə çətinliyi var və çətinliyi olduğu zaman o ətrafdan kömək istəyir. Daha doğrusu, ola bilər bunun adı kreditdir, ola bilər bunun adı bilmirəm. Yəni, özünün qazanmadığı pulu çöldə axtarır və ya biz övladımız anadan olur, ona tərbiyə verdiyimiz zaman biz onu çalışırıq ki, normal statistik valideynlərin çoxu çalışırlar ki, uşaqlarını çətinliklərdən qorusunlar. Bu doğrudumu? Ümumiyyətlə, biznesdə çətinlikdən qaçmaq doğrudumu və ya övladımızı çətinliklərdən qorumaq doğrudumu? Mən bugün səhər oxuduğum bir kitabdan sonra düşünürəm ki, bu məsələyə birmənalı yanaşmaq çətindir. Və bugün sizə istəyirəm metafora olaraq kəpənəkdən istifadə edəm. Mən sizə kəpənəyin anadan olma və yaxud kəpənəyin həyata gəlmə prosesini nəql edəcəm. Mən əminəm ki, siz bunu bilirsiniz. Sadəcə onu nəql edəcəm, diqqətinizə çatdıracağım və mən hesab edirəm ki, kəpənək metaforası bizim öz övladlarımıza qarşı yanaşmamızı və yaxud biznesdə çətinliklərə qarşı olan yanaşmamızı özündə səciyyələndirəcəkdir. Deməli, hamımız bilirik ki, kəpənək canlı olaraq canlanma prosesində və yaxud kəpənəyin yaranması özündə böyük əziyyəti formalaşdırır. Kəpənək birinci çox balaca yumurtalıq olur, sonradan və s. Və bu məntiq ondan ibarətdir ki, əgər bu proseslərin hansındasa kəpənəyin yaranmasına başqa bir qüvvə kömək etdiyi zaman, köməyi mən dırnağa alıram da, kəpənəyin yaranması prosesini tezləşdirsək, əslində biz kəpənəyə ziyan etmiş olaraq, daha doğrusu kəpənək yaranmadan məhv olur. Məsələn, kəpənəyi formalaşdıran onun qanadlarıdır. Və siz bilirsiniz ki, kəpənəyin qanadı onun gülün içərisindən çıxılma prosesi zamanı formalaşır. Başqa sözlə desək, kəpənək əziyyətə düşür, bu əziyyətə qatlanır və bu əziyyət ona həyatdakı gələcək maneələrdən çıxma yollarını göstərir. Eləcə də övladlarımız çətinliyə düşdükcə, maneələrlə rastlaşdıqca onlar gələcəkdə həyatda baş verən çətinliklərə daha davamlı olurlar. Başqa sözlə desək, məsələn, balaca uşağa peyvənd edirlər. O peyvənd əslində uşağın orqanizminə hansısa bir xəstəliyin bir hissəsinin vurulma prosesidir ki, uşaq o xəstəliyə daha da davamlı olsun, ona immuniteti yaransın. O nöqteyi nəzərindən mən hesab edirəm ki, istər övladlarımızın tərbiyəsində biz onları vakuma salmalı deyilik. Uşaq dünyada olan negativi də görməlidir, uşaq dünyada olan pozitivi də görməlidir. Uşaq məktəbə getməlidir, uşaq məktəbdə döyülməlidir, uşaq məktəbdə döyməlidir, uşaq məktəbdə 2 almalıdır, uşaq məktəbdə 5 almalıdır. Hətta uşaq, övladımız məktəbdə ona qarşı edilən haqsızlıqlara belə normal yanaşmalıdır. Çünki bizim həyatımız bunlarla doludur. Eləcə də biznes. Əgər biz biznesdə hansısa bir çətinliyi başqa yerdən cəlb etdiyimiz vasitələrlə dəf etmiş olsaq, bizim biznesimiz heç vaxt uğurlu olmayacaq. Başqa sözlə desək, biznesdə də mütləq qaydada evolyusiya prinsipini riayət etmək lazımdır. Heç nə birdən-birə olmur. Birdən-birə böyük biznesə sahib olmaq olmaz. Çünki böyük biznesdə rəhbərlik etmək üçün, böyük biznesi yaratmaq üçün sizin muskullarınız formalaşmalıdır. Muskul necə formalaşır? Muskul əziyyətlə formalaşır. Siz əziyyət çəkməsəniz, biz əziyyət çəkməsək, bizim biznesdə çətinlikləri dəf etmə qabiliyyətimiz olmayacaq.
Dolayı yolla şərti böhranlar, şərti biznesimizdə olan çətinliklər, şərti satışların düşməsi bizə imkan yaradır ki, biz gələcəkdə daha böyük templərlə inkişaf edək. Əziz dinləyici, əziz ilkinmanafov.com bloqunun yeni tamaşaçısı. Niyə yeni tamaşaçısı? Çünki blog, video blog təzə formalaşır da. Hələ bilmirik, olacaq, olmayacaq, Allah bilir. Mən hesab edirəm ki, istənilən çətinlik, istənilən maneə, istənilən problem bizim üçün böyük bir fürsətə gedən yoldur. Və necə ki, kəpənəyə yarandığı zaman qıraq təsirlərin elə hesab edir köməyi əslində onun həyatını məhv edə bilər. Eləcə də bizim biznesimizə qıraq təsirlər edilməli deyil, ən dadlı yemək öz yağında bişən yeməkdir. Və mən hesab edirəm ki, bizim biznesimizdə çətinlikləri dəf etməklə daha da güclü olacaq. Bizim övladımız da məktəbdə olan problemlərini özü həll etməlidir ki, gələcəyə hazır olsun. Mənim deyəcəyim bu qədər. Yazmaqdansa dərsən söhbət eləmək daha asandır. Çox sağ olun.